O Arif deyir, həmişə nəsihət eləyərdi ki, qadınlarınıza dəyər verin, onun qədrini bilin. Tələbələr dedi ki, yəqin ki, bunun ağzı isti yerdədir, Bakılılar demişkən. Ağzı isti yerdədir, bu elə bilir ki, keyfdədir cəmaat, qadınlarınıza dəyər verin. Deyir, bir gün gedək bunun evinə görək, yəqin ki, bunun necə salih bir xanımı var. Deyir, xəbərsiz gəldilər, qapını döydülər, qapını açdı, salam, dedilər, əleyhissalam, qonaq gəlmişik. Dedi, valla mən çağırmamışdım sizi də, deməmişdim gələsiz. Amma da gəlmişsiniz də, buyurun içəri. Buyurun içəri deyir, girdik içəri, oturduq. Elə bizim gözümüzün qabağında bu Arif ki, hamı başını dolanır küçədə, bazarda. Hamı əllərindən öpür. Bunun həyat yoldaşı gəldi bizim yanımızda, da nələr eləmədi. Dedi ki, bağışlayın ağa, deyəsən, bir vaxt gəlmişik. Əsəbi vaxtı, yox, mənim elə günüm belə keçir. Təbəssümlə, elə mənim adi halımdır. Deyirdim, yəni ki, ona görə deyirdim ki, bəlkə keçməyəsiniz içəri, bu mənzərələri görməyəsiniz. Evinin içində birini qərar verib ki, bütün aləm onun başına dolanır, evdə, o da keyf eləyir, bununla da keyf eləyən adamlar var. Allah görsün nə qədər Allaha bağlısan, yox. Yalan deyərəm. Bu keyfi yalan deyərəm.